Sizlərə axır ki, cibinizə uyğun, yarı tikili, yəni üstü bağlanmış, daşışı görülmüş, işıq sayğacı qoyulub, qazı yoxdur, su da burada quyu suyudur. Həyəti də sot yarımda, yəni həyətə maşın rahat girir. Evin sağı soluna bax, rahat məsafəsi var, rahat girmək mümkündür. Bir dənə işıq sayğacı qoyulur. Yerləşmə yeri Binə qəsəbəsi 190-ın axır tərəf, elə bil Milli Marketin tam yanında, bax belə bir padvalı da var. Padvalı hündürdür, rahat keçid var. Qupqurudur. Padvala baxın, qupquru. Atmalar atılmayıb, atmalar sizliyir. Amma qalan işlər, yəni görülüb də demək olar. Daxil olaq, evin daxili ilə də tanış olaq. Daxil olduq, bax belə bir koridordur. Solda qonaq otağı, sağ mətbəx, arxa 2 yataq, arada da sanitar qovşağı. Padva görsü hündürdür, rahat keçmək olur. Atmalar üstünə atılıb, aşağıdan atmaları atılmayıb. Belə bir ev. İşıq sayğacını 23.000, binə safxozda 190-dan bax torpaq yoldur məhəlləsi. Harsa buradan 190-200 metr məsafədir. 190-da binə mərkəzə işləyən marşrutdur. 23.000 işıq sayğacı ilə həyətə maşın girir, tələsin.